Üstəmək yox, məcburi oraya gedəcək Ağdama. Çünki bura çatlayır, şişib, daşır. Gedən yer isə təzə tikilməlidir, o artıq tikilir. Bir var ki, köhnə şəhərdə nəsə paytaxt üçün nəsə çox baha başa gəlir. Məsələn, Qazaxıstan Almatıdan Astanaya köçürmək üçün milyardlar xərclədir. Yenidən qurmaq lazımdır axı. Amma bu olmayan düz yerdir. Nə istəyirsən tik. Paytaxt üçün nə lazımdır tik. Gözəl təbiət, Qarabağ mərkəzi, Qarabağın həmişə paytaxtı Ağdam olubdur. İndi də böyük bir şəhər tikilir. Prezident özü deyir, 300 minlik şəhər. Nə istəyirsən? Bakıda qəşəngdir məncə. Köçürməyini istəməzdiniz. Niyə səbəbiniz? Nəyə görə? Çünki yəni Bakının başqa bir yeri var, başqa şəhərlərin də başqa yeri var. Məsələn, Bakıdır da, niyə başqa bir yerdə Bakı adlansın ki? Mən sizə sual verirəm ki, paytaxtın köçürməyini istəyərdiniz hansısa bir şəhərə, Bakıdan başqa? Ayıldı. Şükür sənə ilahi, axır ki ayıldı. Yox, istəməzdim. Gəncəyə. Niyə görə? Nə bilim, Gəncə yaxşı yerdə. Orada insanlar yaxşıdır. Hamı bir-birinə mehribandır. Bakıda Azərbaycan tapma olur ki, heç Bakıda özü Bakılılar yoxdur. Ancaq turistlərdir. Bir dənə elmlərin qabağında ayaqda indi Azərbaycanlılar, o da tələbələr. Çıx Luboy yerə, şəhərin mərkəzinə ancaq ərəblər, ya Pakistanlılar, ya Hindistanlılardır. Və Gəncə belə olmayacaq. Gəncə ilə Gəncəlilər olur, ya da ki, yaxşı adamları buraxırlar ora. Mən vallahi heç yerə, heç bir şəhərə köçürmək istəməzdim, Bakının köçürülməyini. Amma cəmaatın azalmasını istəyərdim. Cəmaat gəlib dolub Bakıya tıxac, avtobusda yer yox, metroda yer, hamısı nədəndir? İşsizlikdən. Cəmaat rayonlarda iş tapmır, yerlərdə iş tapmırlar, hamısı yığılıb Bakıya. Bakını köçürtməksə, elə şərait yaratsınlar o yerlərdə. Cəmaat qayıtsın, getsin yerinə də. Getsin, işləsin, dolansın. Vallahi heç kim gəlməz onda. Hələ Bakı axışar oraya. Yoxsa Bakını harasa ki, bu bir anekdot var ya, ona oxşayır. Bunu buradan köçürdük. Niyə köçürdürük ki? Bakı durub da yerində, gözəl də yeri var, pis deyil. Əşim, mənlik deyil o. Nə Azərbaycanda yaşamaq, nə heç nə. Quba olar, çünki həm də Qubalıyam. Bəs hansı özəlliyinə görə Qubanın ümumiyyətlə? Niyə görə Quba deyirsiniz? Turistikdir, yerləri çoxdur, məkanları çoxdur. Həm gözəl görünür, təbiəti zəngindir. Həm kolleclər, universitetlər. Bəs Bakıdan köçürülməyini niyə istəyirsiniz? Çünki Bakı sıx şəhərdir. Yəni metrolar, nəqliyyat, əziyyət çəkirik. Sumqayıta istəyirəm. Niyə görə? Xüsusi bir səbəbi var? Orada boşluqdur da, yəni yaxşıdır az. Hər halda Gəncəyə. Niyə görə? Gəncə də Bakı kimi böyük şəhərdir, gözəl şəhərdir ona görə. Avropaya, amma bilmirəm. Papa, düz deyil. Elə. Yox, məsələn, Azərbaycanda da, paytaxtın Bakıda hansı şəhərə? Yox, istəməzdim. Bakı biraz çox insanlardandır və tıxac, nə bilim, biraz o çox yüksək binalar tikilir və bizim arxitekturamızı pozur. Ona görə məncə daha təzə yerlərə keçsək daha yaxşı olar və mənim fikrimcə Qarabağ təbii ki də. Amma ümumən paytaxtın dəyişməyini istəyərdim. Yox. Yəni daha obrisi rayonları daha böyütsəydilər, yəni daha çox ora pul, nə bilim, daha çox maraqlı yerlər. Yəni çünki çox görürük də başqa rayonlardan insanlar gəlirlər Bakıya, çünki orada nə gələcəyi var, nə öz gələcəklərini orada görmürlər. Ona görə məncə oraları gərək inkişaf etsinlər ki, Bakı biraz boşalsın. Azərbaycanda heç nəyi heç yerə dəyişdirməyinə ehtiyac yoxdur. Məncə paytaxt Bakı olmalıymış və olub da. Niyə elə düşünürsünüz? Çünki bütün mərkəzi işlər, bütün o böyüklük, sakinlərin yerləşməsi tam yəni Bakıya uyğundur da. Yəni başqa bir şəhərə insanlar yerləşməz, onu qoy bu düzən orada qurulmaz yəni. Məncə Azərbaycanın heç bir şəhərində qurula bilməz. Mən özüm Bakılıyam. Fikirləşəm ki, Ağdamda olsa daha yaxşı olar. Həm Qarabağdadır, biraz oralar da dilsələr. Cavab deyil. Hansı özəlliyinə görə deyirsiniz? Daha müasir şəhərdə məncə binaları falan. Ona görə. Sırf buna görə istəməzsiniz. Niyə də olmasın? Gəncəyə məsəl üçün qayıtsa yaxşı olar. Məsələn, hansı özəlliyinə görə Gəncə deyirsiniz? Gəncə məsəl üçün ölkənin ortasında dik qala bilər paytaxt olaraq. İşğaldan azad olmuş torpaqlarımız da olar. Niyə görə? Olar. Çünki istehsalat o tərəfə yönəlsə, şəhər biraz azalar. Təsərrüfat inkişaf eləsə,
İnsanlar kənddən şəhərə axın eləməz. Ona görə də daha rahat olar.